üçün əziyyətlidir. Yəni mən yaxmaları özüm götürürəm. Ha, mənim üçün əziyyətlidir. Hər bir xəstə ilə işləməli olur. Mənim üçün daha rahatdır ki, xəstə analizini CD ilə versin. Yəni infeksiyalar CD ilə yoxlansın. Amma CD ilə yoxlanan analizlər dəqiq olmur. Nəyə görə? Bir çox infeksiyalar ağır infeksiyalar. Məsələn, xlamidiyadır, mikoplazmadır, ureoplazmadır. Bunlar yarı bakteriya, yarı viruslar. Yəni ancaq diri hüceyrədə yaşayırlar. Yəni sidik kanalının divarında canlı epitelin içində yaşayır. Yəni canlı hüceyrənin içində yaşayırlar. Ona görə o sidikdən axan kanaldan axan sidikdə onların olub olmaması belə deyək də dəqiq deyil. Ola bilər olsun, ola bilər olmasın. Buna heç kim zəmanət vermir. Amma yaxma ilə götürəndə, yəni mən konkret yaxma götürəndə, yaxma bu belə bir çubuqdur, plasmas çubuq. Üzərində balaca tükçüklər